Bakı metropoliteninin rəisi Vüsal Aslanov ötən gün metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıb. Bu barədə məlumatı Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yayıb. Həmçinin bildirilib ki, texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub. Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir. Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir. Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır deyə məlumatda deyilir. Xatırladaq ki, ötən gün Ulduz Nərimanov mənzilində təmas reisinə yüksək gərginliyin verilməsində nasazlıq yaranmış və sərnişinlərin təxliyəsi həyata keçirilmişdi.